Xiaomi şirkəti orta segmentdə Galaxy A57-yə, Honor 600 kimi modellərə rəqib olan bir telefonunun təqdimatını etdi. Bugünkü videomuzun qonağı Xiaomi 17T modelidir. Telefonun xarici görünüşü ilə icmalımıza başlayaq. Telefon 8,2 mm qalınlığındadır. Ümumi çəkisi 200 qramdır. Karkas və arxa korpus plastikdəndir. Rəqibləri metal karkasdan, şüşə arxalıqdan istifadə etsə də Xiaomi bu modeldə plastikdən istifadə edib. Bu məncə telefonun mənfi göstəricilərindən biridir. Cihaz IP68 suya və toza qarşı dözümlülük sertifikatına malikdir. Ön hissədə 6,59 düymlük, 120 Hz dəstəkli AMOLED paneldən istifadə olunub. Ekranın maksimal parlaqlığı 3500 nitə qədər qalxa bilir. Qaranlıq yerlərdə istifadədə göz yorğunluğunun qarşısını almaq üçün 3840 Hz PWM dəyərinə malikdir. Ekran tərəfində göstəriciləri normaldır. İndi isə keçək telefonun performans tərəfinə. Xiaomi 17T modeli Android 16 üzərinə yığılmış HyperOS 3 interfeysi ilə gəlir. Prosesor olaraq MediaTek'in 4 nanometr texnologiyası ilə yığılmış Dimensity 8500 prosesorundan istifadə olunub. Antutu testlərində 2 milyondan yuxarı xal yığan bu prosesor gündəlik istifadədə, oyunlarda sizi yormayacaq. Telefon 12 GB RAM ilə gəlir. Yaddaş kartı dəstəyi olmadığı üçün minimal yaddaş 256 GB-dan başlayır və 512 GB-a qədər yaddaş seçimi edə biləcəksiniz. İstifadə olunmuş yaddaş çipləri ən son standart olan UFS 4.1 standartında istehsal olunub. Telefonun arxa tərəfində Leica imzalı üçlü kamera bloku yerləşdirilib. Əsas kamera OIS dəstəkli 50 megapiksellik f1.7 diafraqma genişliyindədir. İkinci kamera 5x optik zoom edə bilən 50 megapiksellik periskop linzadır. Sonuncu kamera isə 12 megapiksellik geniş bucaqlı kameradır. Video çəkiliş tərəfində 4K 60 FPS və log çəkiliş dəstəyi var. Ön kamera isə 32 megapikseldir. Ancaq ön kamerada maksimal 4K 30 FPS-də video çəkmək mümkündür. Cihazı yeni nəsil eSIM, Dolby Atmos dəstəkli stereo səs dinamikləri, Type-C 2.0 dəstəkli USB girişindən istifadə olunur. Bu da sizə naqillə fayl ötürmələrdə yüksək sürət verəcək. Telefonun maraqlı hissələrindən biri də onun bateriyasıdır. 8,2 mm-lik qalınlığa 6500 mAh silikon karbon batareya yerləşdirilib. Bu batareyanı maksimal 67 W'lıq naqilli şarj ilə doldurmaq olur. Telefonun simsiz şarj özəlliyi yoxdur. Bu da onu rəqiblərindən geridə qoyan özəlliklərdən biri oldu. Telefonun Azərbaycanda təxmini satış qiymətinin 1300-1400 manat civarında olacağı gözlənilir. Sizcə bu özəlliklərə bu qiymət normaldır? Satışa gəldikdə bu modeli almağı düşünürsünüz? Yoxsa öz fikirlərinizi şərhlər bölməsində paylaşa bilərsiniz.